Sağlam Radio 93 FM dinləyiciləri, hər vaxtınız xeyir. Qarşıdakı bir saat ərzində Mislinin baş sponsorluğu ilə Offside efirdə olacaq. Əvvəlcə bir məlumatı diqqətinizə çatdırmaq istərdim. Milli çövkən oyunumuza yeni nəfəs gəlir. Ölkənin tam qanuni və güvənli idman mərc oyunları operatoru Misli Peşəkar Çövkən Liqasına dəstək olur. Eyni zamanda Azərbaycanın Peşəkar Çövkən Liqasının oyunlarına yalnız Misli azda mərc edə bilərsiniz. Və başladıq biz bugünkü söhbətimizə, verilişimizə. Futbol mütəxəssisi, Azərbaycan yığmasının Səbail, Kəpəz, Qarabağ kimi klubların baş məşqçisi olmuş Şahin Diniyev bugün qonağımızdır. Salam Şahin müəllim, xoş gəlmisiniz. Xoş gördük xanım. Özünüzü necə hiss edirsiniz? Təşəkkür edirəm. Düşünürəm ki, burada çox istidir, yəni mənəvi cəhətdən istidir. Düşünürəm bizim də verilişimiz insanlar üçün səmimi bir veriliş alınacaq və bizdən nəsə götürəcəklər. Yer gəlmişkən çox isti olsa burada biz kondisionerin biraz dəyişə bilərik temperaturunu. Verilişin gedişatında buna baxacağıq. Mövsüm başa çatır Azərbaycan Premyer Liqasında, Misli Premyer Liqasında və istəyərdim ki, cari mövsümü sizin dilinizdən bir dəyərləndirərsiniz. Sizi təəccübləndirən nələrsə oldu mu cari mövsüm? Necə dəyərləndirərdiniz? Böyük bir qlobal belə deyək, hansısa bir təəccübləndirici bir hadisə baş vermədi. Ancaq bəzi klubların daha uğurlu oldular, bəziləri daha biraz uğursuz oldular. Belə deyək, 2 tur qalmış çempionatda, bəlkə də ilk dəfə idi ki, 2-3 tur qalmış artıq oyunların belə deyək, turnir cədvəlinə heç bir müdaxilə olunmayan bir oyunlar idi. Yəni heç bir əhəmiyyəti yox idi belə bir oyunların. Yəni ki, hər bir komandalar 2 tur qalmış, həm Avropa zonasına düşən komandalar, həm Premier Ligdən düşən komandalar artıq aydınlaşmışdı. Təkcə bu çempionatda bir intriqa qalıb, yəni intriqa qalmamışdı. Axırıncı təkcə bugün bir intriqa qalıb, o da kubokdur. Yəni 4-cü komandamız Avropaya gedən kimliyi bəlli olacaq. Bu sarıdan biraz kubok oyunun finalı çox maraqlıdır. Həm Sabah üçün, həm də Tovuz üçün bu belə deyək ki, əhəmiyyətli bir maçdır. Hər birinin getmək şansları var. Bunun üçün Sabah Qarabağ qalib gəlməlidir. Və Turan üçünsə Sabahın məğlub olması. Bir də çempionat Qarabağın çempion olması sezonun əvvəlində də bəlli idi. Yəni görünürdü həm oyun baxımından, heyət baxımından, həm maliyyə baxımından. Ümumiyyətlə Qarabağ çıxmaq şərti ilə belə deyək 9 komandanın taleyi vardı orada və burada da axırda belə deyək ki, Premier Ligdən çıxmaq uğrunda mübarizə aparan komandalar hərdən çoxalırdı, hərdən azalırdı, hərdən 2 olurdu, hərdən 4 olurdu. Yəni bu 3 xallıq çempionatda turnir cədvəlində dəyişikliklər tez-tez ola bilirdi. Bu sarıdan Səbail buranı səhv elədi, Premier Liqanı tərk elədi. Avropada bəlkə Turanın bugün Arazın Avropa Liqasında olması biraz təəccüblü, biraz gözlənilən deyildi. Nəyə görə? Sabah Neftçi həm maliyyə cəhətdən, həm də komanda baxımından daha üstün idi çempionatın əvvəlində, həm Turandan, həm Arazdan. Yəni düşünürəm ki, Araz Turan bu illəri böyük bir addım elədilər. Burada Zirə və Araz Naxçıvan. Yox, Zirə və Araz Naxçıvan və Tovuzu, yəni 3-cü, 4-cü yeri tutdular. Avropa Liqasına düşmək üçün şanslar onlar daha çox idi. Ancaq bundan çox maliyyə baxımından Sabah və Neftçinin daha üstün idilər çempionatın əvvəlində və Zirənin stabil bir komanda çevirməsi sevindirir. Həqiqətən Zirə layiqli və deyək ki, bu günləri 1-ci yerlə 2-ci yer arasında olan fərq, xal fərqi ilə 2-ci yerdə 3-cü yer olan fərqi də eynidir. Yəni ki, sakit bir tərzdə, yəni ki, belə də intriqa olmadan hər ikisi həm 1-ci, həm 2-ci yeri tutdular. Zirə də bu oyun baxımından həm Avropa Liqasında, Konferans Liqasında uğurlu çıxış elədi və oyunu da bugün gözə baxımlıdır. Həqiqətən heyətində, bir heyətdə belə demək, 3 heyətli bir futbolçular və rotasiya eləmək üçün imkanları var və mənə elə gəlir ki, daha yaxşı bir futbol oynadılar. Bu da təsadüf deyil ki, Qarabağdan sonra ikinci ən çox vuran komanda idi. Yəni qol baxımından. Son illərdə Şahin müəllim fikir verirsinizsə, Sabah, Zirə komandaları çempiona yaxınlaşırlar, lakin o gümüş medaldan o tərəfə keçə bilmirlər. Sonda ikinci hissədən sonra, mövsümün digər hissəsindən sonra əvvəlki dekabra qədər olan mübarizəni davam etdirə bilmirlər. Sizcə bunun səbəbi nədir? Tək bir səbəb var. Qarabağ bir baş üstündür. Bayaq dediyim kimi, həm heyət baxımından, həm rotasiya baxımından, həm artıq təcrübə baxımından, yəni uşaq futbolçuların səviyyəsi daha üstündür. Yəni ki, hər bir futbolçu Qarabağda bir neçə futbolçu var ki, oyunun taleyini həll eləyə bilərlər. 1-2 yox, barmaqla, saymaqla yox. Ümumiyyətlə çox futbolçular var ki, belə bir stabil oyun göstərirlər. Stabil olmaq üçün də hər dəfə bir oyuncu oyunun taleyini həll eləyə bilmir. Ona görə də
bir çox futbolçular yığıntısı var ki, Qarabağda bir oyun biri həll eləyir, bir o birisi oyun başqası. Yəni ki, səviyyə baxımından Qarabağın futbolçuları daha səviyyəli, daha təcrübəlidirlər. Bu da Avropada onların oynamasının təzahürüdür ki, artıq bilirlər hansı maçda necə çevirmək dərəcəsinə qədər Qarabağ artıq hazır bir komandadır. Bir də deyək, Qarabağ birbaşa üstündə hər bütün komandalardan. Və çempionatı bu il sonuncu pillədə qərarlaşacağı dəqiqləşən Səbail komandası növbəti mövsümdən etibarən artıq 1-ci liqada mübarizəni davam etdirəcək. Səbail ilə məsələni düzdür, bu məsələyə toxunacağıq. Sizin Səbail klubunda olan dönəminiz barədə və eyni zamanda da sizin gedişinizdən sonra deyilirdi ki, əgər Şahin Diniyev Səbail komandasında qalsaydı, o zaman komanda aşağı liqaya düşməyə bilərdi. Bu da əslində həqiqətə yaxındır. Çünki bir komanda nə qədər çox baş məşqçi dəyişsə, o zaman futbolçuların öyrəşməsi ona çətin olur. Bu məsələyə sizin münasibətiniz necədir? Ümumiyyətlə, prinsipal baxımdan Səbail haqqında nə müsbət, nə mənfi fikirlər söyləmək istəyirəm. Amma Səbail doğrudan böyük bir ailədir. Təkcə orada əsas komandadan söhbət getmir. Orada akademiya var, orada işləyən insanlar var. Yəni böyük bir ordudur orada olanlar. Çox təəssüf ki, komanda bugün həm belə deyək ki, infrastruktur baxımından da artıq bazası var, stadionu var idi, belə deyək, hər şey oturuşmuş bir vəziyyətdə. Lisenziya şərtlərinə, UEFA-nın lisenziya şərtlərinə tam cavab verən bir komandaydı. Əsaslar olsun ki, maliyyə baxımından deyim, dəyişiklərmi deyim, komanda tərk elədi. Bu mənim üçün doğrudan da ağırdı. Mən 2 il orada belə deyək ki, dayanmadan oradan fəaliyyət göstərmişəm. Əlbəttə bugün oradakı tək futbolçulardan söhbət getmir. Ümumiyyətlə rəhbərlikdən, orada bayaq dedim, akademiyadan baxın, hesab edin ki, 300-ə yaxın gənc futbolçu artıq olmayacaq. Akademiya olduqca deməli 300 futbolçu. Təkcə bunu düşünmək ehtiyac yoxdur. Əsas komandanın düşməsi o qədər böyük bir təsir eləməyən bir gücdədir. Bir əsas komanda yoxdursa Premyer Liqada avtomatik olaraq akademiyanın da olmamasını gətirib çıxır. Akademiyada 300 futbolçunun birdən-birə yoxa çıxması və dağılması, onlardan da bəziləri başqa klublara keçəcək. Ancaq 300-ə keçməyəcək. Hansısa bir 30-40% olacaq. Qalan futbolçular isə bəlkə futboldan uzaqlaşır. Bəlkə orada biz elə böyük futbolçuları itirəcəyik ki, onun bəlkə də biz bilməyəcəyik. O sarıdan əlbəttə deyirlər belə, mən qalıb-qalmamam ikinci bir söydür. Düzdür, biz 4 xal kəpəzdən qabaqdaydıq mən çıxarkən. Ancaq bu futboldur. Heç kim deyə bilməz ki, nə olacağını heç kim bilə bilməzdi və mən hiss elədim ki, artıq komandanın qalmaq potensialı azalır. Ona görə vaxtında mən addım atdım. Bəlkə də gecikmiş bir addım idi. İnsan tək öz kreslosundan, tək vəzifəsindən çalışmaq lazım deyildi. Kimsə gəlib dəyişə bilərdisə, buyursun, yəni o problem deyildi. Yəni mən Səbailə həqiqətən inan səmimiyyətimə görə bayaq dediyim, saydığım o şərtlər vardı ki, nüanslar vardı ki, ona toxundum ki, akademiya, orada işləyən insanlar, stadion işçiləri və ya xidmət işçilərini, bunlar üçün çox üzrürəm. Ona görə Səbail yaşamalı bir klubuydu. Ancaq təəssüflər, idman prinsipləri budur. Düşünürəm, gələnləri geri dönüş eləyə bilərlər. Komanda əgər maliyyə cəhətdən bir balaca özünü tuta bilsə, düşünürəm ki, qayıda bilər. Və Qəbələ ilə bənzərlikləri var. Qəbələ özünü 1-ci liqanın qalibi olaraq Premyer Liqaya yüksəltməyi bacardı. Səbail bunu növbəti mövsüm 1-ci liqada bacara bilərmi? Aralarında fərq var. Nə var da? Bayaq infrastruktur, bilirsiniz ki, Səbailin meydançası, stadionu oynadığı AFAN nəzdində olan bir AFA-ya təyin olan bir stadiondur, bazadır. Ona görə onun üzərinin deyil. Ancaq Qəbələnin infrastruktur baxımından, həm də belə deyək ki, akademi baxımından Qəbələ tam başqaydı. Yəni özlərinin öz yerləri regionda, həm stadionları, həm bazaları və deyək ki, həm də maliyyə cəhətdən Qəbələ çox da, Qəbələnin sponsoru vardı. İndi bir Səbaildə bu sponsor olacaqmı? Bax, suala cavab tapmaq vacib məsələ olacaq. Düşünürəm ki, əsas bundan maliyyədən çox şey asılıdır. Və Misli Premyer Liqasında artıq cari mövsüm bəllidir ki, Qarabağ çempion olaraq Çempionlar Liqasında iştirak edəcək. İkinci yer tutan Zirə komandası Konferans Liqasında və ya Kubokun nəticəsindən asılı olaraq Avropa Liqasında çıxış edəcək və 3-cü yerdə isə Araz Naxçıvan tarixində ilk dəfə Avrokuboklarda iştirak edəcək və eyni zamanda da Sabahın da şansı var ki, Avropa Liqasında iştirak hüququ əldə eləsin. Bu komandaların növbəti mövsüm üçün Avrokuboklarda çıxışını necə dəyərləndirirsiniz? Qrup mərhələsinə Qarabağdan savayı qalma şansları varmı? Professional bir sual verdiniz. Yəni indi görünəndən deyə bilərik. Bilmək olmaz, bir aydan sonra hansı dəyişikliklər ola bilər ki, yəni burada belə deyək, futbol komandanın güclənməsi yönündə hansı addımlar atıla bilər, bunu deyə bilmir. Ancaq indiki duruma, sırf real bir duruma baxıb desək, bu günlərin Qarabağın
şansları çoxdur və bu gün təcrübə olsa da Zirə də bu günlər çox yaxın idi keçən illər və bu oynadığı oyun da ona imkan verir ki, demirəm Avropa kubokunun ən aşağısı konferans liqasının qrup mərhələsinə düşməyə şansları çoxdur. Göstərdiyi oyuna görə və əllərində olduğu materiala görə, futbolçulara, icraçılara görə. O ki, qaldı Araz Tovuza, düşünmürəm onlar qrupa düşə bilərlər. Daha belə deyək ki, yüzlənsə belə, nəyə görə ki, Avropada təcrübələri azdır və bütün göstərdikləri stabil, hər iki stabil deyildi. Yəni, yadınıza gəlir ki, birinci, ikinci dövrədən sonra belə deyək, Araz Naxçıvan ikinci yerdə və ancaq üçüncü, dördüncü dövrədə Araz Naxçıvanda düşüşlük oldu və bir neçə oyun qələbə çala bilmirlər, bir neçə oyun qol vura bilmirlər. Bu stabilliyin olmaması Avropada bağışlanmır. Tovuz da həmin kimi, Tovuz çox yaxın idi belə deyək, üçüncü yer uğrunda mübarizə aparmağa. Hər dəfə ən başlıcası outsiderlərin xal etirirdilər və bu da bağışlanmazdı. Avropada belə səhvləri bağışlanmır. Düşünürəm ki, Arazın və Tovuzun və yaxud Sabahın iki mərhələ keçməsi uğurlu olacaq. Ancaq qrup mərhələsinə çox çətin bir. Salam Radio 93 FM-də Offside dinləyirsiniz. Şahin müəllim reklam və musiqi fasiləsinə ayrılacağıq. Daha sonra müzakirəmizə qaldığı yerdən davam edəcəyik. Dağlan dəyişməyin. Salam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir. Şahin Diniyev bugün qonağımızdır və Şahin müəllim, gələcək karyeranız necə olacaq? Təkliflər gəlibmişsə, Premyer Liqaya yeni klublarımız gəlir. Gülən xanım, ən sevmədiyim bir sualdır. Nəyə görə bugün çempionat heç yana bitməyib? Yəni ki, bugün bitməmiş bir yerdən, real olmayan bir şeydən danışmaq biraz bizə yaraşmaz. O sarıdan düşünürəm ki, İnşallah hər şey yaxşı olacaq. Çempionat bitdikdən sonra bizim maydan sonra başlayan bir dövr var. Ona görə düşünürəm ki, ya ölkə içərisində, ya ölkə xaricində hansısa bir təkliflər olacaq. Yavaş-yavaş bir şeylər gəlir, ancaq artıq belə deyək də fakt olmayan bir şey haqqında danışmaq biraz təvəzzükardan uzaq olar. Düşünürəm ki, hər şeyin yaxşısı olacaq. Fakt olmasa belə növbəti sualım sizin gələcək seçimlərinizlə bağlı olacaq. Birinci liqanı necə dəyərləndirirsiniz və birinci liqa klubunun baş məşqçisi olmaq istəyərsinizmi? Siz səmimi olaq, yəni mən bu Premyer Liqa gələnə qədər, baş məşqçi gələnə qədər, həm millinin baş məşqçisi olan qədər çox əzab-əziyyətdən keçmişəm. Yəni bunu özüm qazanmışam, dırnağımla santimetr, millimetr ola gəlmişəm. Birdən-birə aşağı səviyyəyə düşmək istəmirəm. Ancaq o demək deyil ki, olması olmaz. Həyatda bir deyim var ki, heç vaxt demə. O saatdan hər şey də mümkündür. Ola bilər ki, elə bir klub ciddi bir, belə deyək ki, səhnəyə çıxar, ciddi bir real bir proqramlarla, uzun müddətli bir şeylərlə və böyük bir işlər görmək üçün əlbəttə nəsə ola bilər. Ancaq düşünürəm ki, artıq belə deyək də birinci liqa haqqında düşünmürəm. Azərbaycan milli komandasının oyunları gələcək növbəti aydan etibarən iyun ayından etibarən 7 iyun və 10 iyun tarixlərində müvafiq olaraq Latviya və Macarıstan milli komandaları ilə yoldaşlıq qarşılaşmaları keçirəcək yığmamız və bundan sonra bizi sentyabrda dünya çempionatının seçmə mərhələ qarşılaşmaları gözləyir. Azərbaycan milli komandasına hazırda Premyer Liqada iştirak edən və ya aşağı liqada iştirak edən klublarımızda oynayan gənc Azərbaycanlı futbolçulardan hansıların dəvət almalı olduğunu düşünürsünüz? Yaxın günlərdə elə Fernando Santos da siyahını açıqlayacaq. Bilirsiniz, futbolumuzun ən yaralı bir sualıdır, ən mövzuya aid olan bir sualdır. Nəyə görə ki, həqiqətən bugün millidən biz milli bir piramidanın lap uc nöqtəsidir. Ona qədər olan problemlər var ki, onlar həll olunmayana qədər millidə də uğurumuz olmayacaq. O sarıdan kimin baş məşqçi olmasına asılı olmayaraq, bugün baxın 33-də yaxındır ki, biz ancaq baş məşqçi olan bir postu boşaldırıq və doldururuq və dəyişirik orada. Ancaq oyun baxımından və nəticə baxımından heç bir şey dəyişmir. Deməli, problem orada deyil. Yəni, bayaq dediyim kimi, uşaq futbolundan tutmuş, klub futbolumuzu qaldırana qədər aşağı yaş qruplarımız bugün nəticə vermirlərsə, 17 yaşlar, 19 yaşlar, 21 yaşlar, milli komandadan danışmaq absurddur və bu günlərim həqiqətən ağırlı yerimizdir. Nə bərədə bir, belə deyək ki, görmürük ki, aşağıdan bir yaxşı bir komanda gəlir. Məsələn, 15, 16, 17, 18, 19 yaşlı futbolçularımız gəlir. Ona görə ümidsiz danışmaq. Ancaq hər şeydə yenə bu millimizdir. Bu bizim ölkəmizin millisidir. Ona görə hər zaman nəyəsə bir müsbət şeylərə bir inanırıq, ümid edirik. Ancaq bugün dediyim kimi, kimin gəlməsindən, kimin asılı olmayaraq bugünkü durum acınacaqlı bir durumda. Bugün biz D liqasına düşməyimizdə, bugün axırıncı oyunlar ki, yoldaşlıq oyunda da məğlub olmağımız, yəni ümid vermir gələcəyə bir deyək ki, böyük bir gözlə baxaq, böyük bir ümidlə baxaq. Ancaq ümid sonunda ölür. Düşünürəm ki, indiki çempionatda oynayan futbolçular yaxşı bir performans göstərə bilirlər. Ancaq beynəlxalq səviyyə tam başqadır. Orada səviyyə daha yuxarıdır. Futbolçuların
hazırlığı həm fiziki, həm taktiki, həm texniki hazırlığı daha tam başqadır. Orada tam başqadır. Düşünürəm ki, Santuşun artıq belə deyək, həm bütün futbolçulara uyğun artıq öz sistemini, öz taktikasını qurmaq üçün yetərli vaxt verildi və bu iki oyun da onun üçün belə deyək ki, stabil bir oyunun tapılması, stabil bir heyətin tapılması eyni şeyi düzəldə bilərsə, yəni belə deyək, qrup mərhələmiz də bu günləri çox ümidsiz danışmayaq, çox çətindir. Həqiqətən orada Fransanın, orada İrlandiyanın, orada Ukraynanın belə deyək, olması bizim üçün böyük problemlərdir. Həqiqətən böyük bir Xorvatiyanın olması, böyük bir dünya qrantlarına qarşı oynayacaq. Yenə Allah ən yaxşısını O vaxta versin. qədər bu yoldaşlıq Bu qarşılaşmaları oyunlar artıq keçiriləcək. bitəcək. Yəni artıq belə deyək, həm sistem, həm bayaq dediyim kimi, həm stabil bir heyətin və stabil bir sistemin seçilməsi yolunda axırıncı bir şansımızdır. Bu iki oyun bizə onu verəcək. Və sizin də az öncə qeyd etdiyiniz kimi, uşaq futbolu bizim yaralı yerimizdir, doğrudur. Və Azərbaycan milli komandasına gəlincə, bir çox problemlərin səbəbi sırf elə Azərbaycan milli komandasında özünü göstərir. Yığmamızda qeyd etdiyiniz kimi, uşaq futbolunda olan problemlərimiz gələcəkdə həll yolunu tapacaq və indiki yığma komandamızın heyətində olan nəsildən biz heç bir xeyirmi görə bilməyəcəyik? Deməzdim, yəni bu gün potensial budur. Yəni başımızdan yuxarı tullanmaq gücündə deyilik. Yəni bu gün nəyisə bilirsiniz, hər şey reallıqdan ibarətdir. Biz həmişə hər dəfə bir qrup mərhələsi yarananda milli komandamızın evdə kim udub, səfərdə kimdən xal və yerləri artıq qrupda cədvəl, turnir cədvəlində yerimizi deyirdik ki, orada ala bilərik, buradan heç şey ola bilər, evdə bunu uda bilərik. Bu deyil, yəni reallıq tam başqa bir yerdədir. Yəni axırda nəticədə biz azarkeşləri alladırıq, futbol ictimaiyyətini alladırıq ki, filan artıq millimiz var, filan Ukrayna udacaq, İrlandiya orada heç şey eləyəcək, burada udacaq, filan xallar artıq bölüşdürülür və axırda sonda gəlir azarkeşlər də futbol adamları da artıq sınırlar və allanmış kimi gedirlər. O sarıdan bugün reallığı başa salmaq lazım. Bugün hardayıq biz? Biz istinad nöqtəmizi bilməsək, birisiz turlanmaq çox çətindir. Ayağın altı möhkəm olmalıdır ki, bunun üçün də öz yerimizi bilməliyik. Əfsuslar, yəni belə deyim ki, ağır da olsa etiraf eləyək ki, bizim yerimiz lap aşağıdadır və aşağıdan bugün birdən-birə ortaya belə tullanmaq çətindir. Ona görə ilk növbədə biz etiraf eləməliyik ki, bugün biz zəifik, bugün bu falan çatışmayan cəhətlərimiz var. Onda asan olacaq. Bugün biz qrupda 3-cü yer uğrunda oynayırıq deyiriksə, artıq bu reallıqdan çox uzaqdır. Başa düşürəm, məşqçi də, futbolçu da, rəhbər də bunu hansısa bir azarkeşlərə bir res kimi, bir inam kimi özlərinin bəlkə də fəaliyyətini biraz uzatmaq üçün bunu deyə bilərlər. Ancaq faktdan başqa yerdə, yəni neçə ildir göstərilən nəticələr ondan xəbər vermir. O sarıdan nikbin danışmaq istəyirəm. Düşünürəm ki, birdən-birə də nəyinsə dəyişməsi biraz mənim deməyim biraz düz olmayacaq. Yəni bu da məndə anlatmış kimi gedəcək. Ancaq da buradan aşağısı D liqasının aşağısı yoxdur. Çox istəyərdim ki, bu addım-addım Azərbaycan futbolu inkişaf eləsin və bu gün klubların artması, Premier Liqada klubların artması, bəzi belə deyək ki, futbol sistemində nəyinsə yaranması, proqramın yaranması çox vacibdir. Bu gün çox uzağa getməyək. Bu gün Lüksemburqu götürək. Baxın, görün, Lüksemburq cırtdan hər oyun qabağı böyük hesablı məğlubiyyətlər artıq hazır cibindəydi. Ancaq bu gün Lüksemburq artıq orta bab bir komanda çevrilib. Artıq qrupda 3-cü, 4-cü yer uğrunda mübarək rahat futbol oynayırlar. Çox biz götürməyək Almaniyadan, Fransadan. Burada utanacaq bir şey yoxdur. Kimisə yaxşı bir proqramı varsa, bizə uyğun bir proqram belə ölkələrin proqramlarıdır. Və bu gün baxın, İsrail neçə illərdir həmişə 2-ci yerdən bir balaca 3-cü yer, gəlir 3-cü yer. Bütün qruplarda 3-cü yeri tutur. Çox yaxındır. Bayaq mən Lüksemburqu elə belə demədim. Lüksemburq bu gün hardan hara gəldi qısa bir zaman ərzində. Təkcə bilirsiniz, futbol elə bir sahədir ki, orada təkcə bir sahəni düzəltdikcə hər şey düzələcək demək. Uşaq futbolunu düzəlt, hər şey yaxşı olacaq. Belə bir deyim yoxdur. Uşaq futbolu yaxşı olacaqsa, bunun meydançası, belə deyək ki, bazası və yaxud vitaminizasiyası, bunun sağlamlığı, təsiri yerində olmayacaqsa, bu olmayacaq və yaxud oradan keçid dövrü var ki, futbolçuların belə deyək ki, bir yaşdan o birisi yaşa keçəndə itiririk. Biz çox itkilərimiz var. Bugün əgər 20-30% o komanda keçişində varsa, bunu stabilləşdirməliyik. Çünki 60-70% futbolçuya inkişaf eləməlidir, yetməlidir. Hansısa bir səbəblərə görə futbolçu itirə-itirə gəlir. Əsgərlik dövrü, institut dövrü və keçid dövrü komandaların belə deyək ki, professional bir komanda keçid dövründə bu şeylərdə böyük itkilərimiz var. Yəni dediyim kimi sahə çox böyükdür. Tək bir şeydən deyil. Ancaq biz bunu harda görürük? Milli komandanın nəticələrində artıq hər bir şey biruza verilir. Ancaq günah orada deyil. Aşağıda axtarsa, oranı düzəldə gəlsə, inanırsınız milli komanda birdən öz-özünə yaxşı olacaq. Baxın,
Türkiyənin çox uzağa getmir. Türkiyənin bir heyəti var idi ki, belə deyək ki, 21 yaşlarda bunlar Avropa çempionu oldu. Ondan sonra Günəşin vaxtında Koreyada bunlar 3-cü yeri artıq tutdular. Yəni futbolçu belə deyək ki, o yetişmə prosesi var. Aşağıdan gəlirsə olacaq. Bu gün aşağıya baxanda ümidsiz danışır. Ona Və görə biz bu problemlərimizin olduğunu bilirik və çıxış yolunu gözləyirik. Yeni inkişaf strategiyası yazılandan sonra gözləyirik ki, qarşıdakı illərdə bu problemlər nəhayət həll yolunu tapsın. Ən azından problemlərimizin nə olduğunu etiraf etmişik. Amma zəif olduğumuzu biz Azərbaycanlılar qəbul etmirik. Azərbaycan milli komandasının simasında və gözləyirik ki, gözlə görünməyən bir şeyə görə milli komandamız Fransa, Ukrayna, İslandiya kimi komandaları məğlubiyyətə uğratsın. Bu isə milli ruhdur və milli ruh gözlə də görünmür və varlığına da hazırki anda inanmırıq ki, var milli komandamızda. Tamamilə doğru buyurdunuz. Mən biraz profesional yolundan getdim. Ancaq siz qıraqdan gördüyünüz bir situasiyanı anladınız. Doğrudur, tam da doğru, təmiz bir anlattığınız həqiqətən iki bir şey var. Milli ruh və bacarığımız. Bacardığımız milli ruhla yaxın gəlirmi, üst-üstə düşürmü? Bax, bu sualın cavabı biraz çətindir. Yəni ki, çətin deyil, asandır. Yəni onlar bir-birini qışqırmaqla, belə deyək ki, hamımız belə deyək, himnimizi hamımız möhkəm qışqıra oxuyaq. Bu bizə meydançada bir şey gətirməyəcək axı. Ona görə ikisi üst-üstə düşərsə, yaxın olarsa, əlbəttə bu axırıncıdır. Əsas birinci futbolun səviyyəsi yuxarı olarsa, qalan aşağıda psixoloji durumu, belə deyək, milli ruhu, mentaliteti qaldırmaq olar, onun yanına gətirmək olar. Ancaq bu yoxdursa, əsas meydançanın içində görülən işlərdir. Meydançadan qıraqda görülən işlərin heç biri. Əgər strategiya yazılıbsa, yazılmaq asandır. Bunu həyata keçirmək üçün addımlar, insanlar lazımdır. Bilirsiniz, hər bir şeyin insan resursu var. O insan resursları bütün problemləri həll edir və ya problem yaradır. İkisindən biridir. Ona görə bu insan resursları varmı bizdə? O mütəxəssislər, uşaq futbolunda məşqçilər, yanaşma, idarə etmə, hər bir şey, menecment sistemi, belə deyək ki, meydançaların olması, vitaminizasiyası, uşaqlığın sağlamlığı, təhsili, bunların hamısı bir-birinə calanmalı. Böyük bir sahədir. Yəni mən deyirəm ki, çox çətin bir sahədir. Yəni bir güləş növü, boks növü deyil ki, bir güləşçini və ya bir boksçunu bir çərçivəyə salıb onu isə dünya, Avropa çempionu çıxartmaq olar. Ancaq burada bayaq dediyim ki, təkcə milyonlarla bir şeyləri düzəltmək lazımdır. Bir şeyi yox, yəni uşaq futbolunda neçə min bizdə futbolla məşğul olan uşaqlarımız var və gəlir ondan sonra 2-ci liqa, region liqası, əvəzedicilər, 2-ci liqa, 1-ci dəstə. Görün mən hara getdim? Əsas komanda, belə Premier Liqa komandaları çox böyük bir sahədir. O sahəndə addım-addım, bugün hər birini bir ay ərzində, 2 ay, 3 ay ildə ya 5 ildə düzəldə bilməyəcək. Bugün fundament düz qoyulmalıdır. Aşağıdan artıq yuxarını itirmişik. Gəlin etiraf edək. Yəni bu desək də yuxarıda nəyisə düzəldəcək, yox. Artıq bu itirilib. Ona görə aşağıdan addım-addım hər il, hər 6 aydan, hər 1 ildən bir, hər 1 il yarımdan, 2 ildən bir hansısa bir sahədə irəliləyişimiz olsun. Deyək ki, məsələn, böyük stadionlar, məşq meydanı. Bu günlərim çox uzağa getməm. Premier Liqadan soruşsanız sizə deyəcəklər. Bu gün Premier Liqaların çoxunun məşq eləmək üçün meydançaları belə yoxdur. Biz hansı uğurdan danışa bilərik, hansı inkişafdan danışa bilərik. Başa gördünüz, balaca bir nüansdır kimin sözü. Ancaq futbolçu yaxşı bir meydançada məşq eləmirsə, stabil bir məşq yeri yoxdursa necə inkişaf edə bilər? Bir dənə məşqlə bazası yoxdursa, bir dənə məşqlə bu artıra bilməz ki. Ona görə problemlər çoxdur. Yəni danışsaq səhərə qədər danışa bilərik. Yenə ümid sonda ölür. Düşünürəm ki, o strategiya yazılıbsa, addım-addım bunu eləyəcəksə, nə zaman o yerə gəlib çıxacaq. Bu deyil ki, bütün belə deyək, futbolun yaşantı illəri qədər biz arxada olaq. Nəsə dəyişməlidir. Az öncə liqaların adlarını çəkdiniz və orada əvəzedicilər liqasını dediniz və belə bir söhbət var ki, iddialar var ki, növbəti illərdən etibarən əvəzedicilər liqası ləğv olunacaq. Sizcə bu halda bu Premier Liqa klublarına necə təsir göstərər? Baxış nöqtəsi tam başqadır. Burada klubların da maliyyə cəhətdən stabil olması üçün çəkilən xərc belə deyək ki, o qədər də xeyir vermir əvəzediciyə. Artıq belə deyim ki, liqaların çoxluğunun olması buna ümid verir. Deyək ki, həm regional liqası, həm 2-ci liqa, həm də 1-ci dəstədə komandaların çoxluğu, yəni bu futbolçuların gedib orada oynamaq yeri olacaq. Əvvəl yox idisə, bugün olacaq. Və bugün gəlin etiraf edək ki, idman prinsipi varsa, 1-ci dəstədən keçid, 2-ci dəstədən keçid, 1-ci dəstə və regiondan belə bir
regiondan ikinci dəstə, ikinci dəstədən birinci, birdən Premier Liqa keçid varsa, idman prinsipi varsa, bu artıq inkişafdan bu günləri bizim gəlin etiraf edək ki, birinci liqa keçənki birinci liqa oxşamadı. Yəni həm ikinci liqa yaranması, çox komandanın yaratması futbolçu potensiallarını belə də çoxaldır. O sarıdan bu gün əvəzedici nə üçündür? Əsas Sovetdən yaranman bir şeydir. Yəni bir də ki, Doçerni komanda deyirdilər də o vaxtlar, yəni ən yaxın rezervisi, ən yaxın ehtiyat bir komandası idi. Bunu eləyə bilərlər birinci dəstədə. Yəni belə ki, konkursdan kənar hansısa məsələn Qarabağ 2 oynaya bilər və yaxud Zirə 2, bunun Premier Liqaya çıxması ehtiyac yoxdur. Futbolçularını orada oynada bilər. Ancaq mütləq hər bir komandanın belə deyə ehtiyat, yaxın ehtiyat komandası olmalıdır. Bunu birinci dəstə, ikinci dəstə eləyə bilərsən. Nəyə görə? Bilirsiniz, zədəli futbolçuların meydana qayıtması üçün oyun potensialı, belə deyək ki, oynamalıdırlar. Yəni ki, bunun ritmə girmək üçün hardasa oynamalıdır. Bu hazır deyil. 15 dəqiqə Premier Liqada oynayıb yenidən zədədən sonra qayıda bilməz. Kimisə baxmaq üçün öz bayaq dediyim ki, ikinci komandasına var. Yəni əvəzedici heyət düşünürəm ki, əgər ləğv olunarsa onun yerində mütləq o komandaların bir neçəsi, demirəm, bir çoxunun gəlmə etiraf edək ki, maliyyə baxımından o qədər duruşları yaxşı deyil bu gün. Bu birinci dəstə, ikinci dəstə komanda atarlarsa fərqi yoxdur. Orada da oynayıb artıq öz ən yaxın ehtiyat qüvvəsini orada görə bilərlər və öz futbolçularını da orada oynaya bilərlər. Yəni bir də bir qərar çıxarsa, yəni bir də deyək ki, məsələn Qarabağın hansısa bir futbolçu zədədən qayıdıb oyun oynamalıdır, biraz formaya düşmək üçün oyunu rotasiya olmalıdır. Onun sarıdan orada oynayıb baxa bilər həmişə. Belə olarsa düşünürəm ki, yəni bu gün liqaların artması, bunun əgər əvvəl olsaydı mən əksinə olacaqdım. Deyək ki, əvəzedici heyətin mütləq qalmasına, yəni bu uşaqlar batacaqdı. 18-19 yaş uşaqlar artıq var. Həm birinci dəstədə, həm ikinci dəstədə oynaya bilərlər rahat. Və növbəti mövsümdən etibarən daha bir şey də artıb ki, bu da klubların sayının artmasıdır ki, mart ayında artıq təsdiqlənmişdi və eyni zamanda mart ayında təsdiqlənən digər bir xəbər isə legioner limitinin ləğv olunması idi. Az öncə Azərbaycan milli komandası barədə danışdıq. Legioner limitinin ləğv olunması birbaşa Azərbaycan milli komandasına təsir göstərəcək. Pis və ya yaxşı olacaqmı, bunu görəcəyik. Bir dəfə bir səhv eləmirəmsə ləğv olunmuşdu. Onun bir belə deyək ki, xeyrini biz görə bilmədik. Yəni bilirsiniz, təcrübə nədir? Təcrübə çox ağıllıq demək deyil. Təcrübə yaşadıqlarındır. O sırada əgər bir şey yaşamısansa, limit məsələsində alınmayıbsa, o demək deyil, bəlkə də alınacaq bu dəfə. Yəni ki, baxın, məsələn, bu günləri elə klublar maliyyə cəhətdən yaxşıdırlar. Elə var ki, maliyyə cəhətdən o deyirlər. Yəni bu gün ola bilər 11 legioner çıxacaqsa və millidə kimlər oynayacaq? Bu suala cavabı. İndi bəs deyirik ki, biz əgər doğrudan futbolçu o yer uğrunda mübarizə aparıb legionerlə rəqabətə girib öz yerini tutacaqsa, bu axı istisna hallarda olacaq. Bu olmayacaq belə. Bu məcburi deyil. Düzdür, futbolda məcburi deyil, mütləq oynamalıdır. Məsələsi yoxdur. Futbolda kim güclüdür, o da oynamalıdır. Ancaq bu səbəb bu gün biz Avropanın o deyimlə biraz uzağıq. Yəni yavaş-yavaş yetişdirməliyik. Bu günləri baxın görün birinci dəstədən milliyə futbolçu çağırılır. Bu artıq siqnal, həyəcan siqnalı olmalıdır bizim üçün. Bu qədər Premier Liqada futbolçumuz mu yoxdur? Ola bilər hansısa bir yoldaşlıq oyunda, ancaq bu millinin belə deyək ki, sütununu təcrübəli futbolçular oynayan, Avropada oynayan futbolçular belə deyək ki, həm Qarabağla, həm Zirəylə, həm Naxçıvanla, həm Tovuzla. İndi baxın görək biz sabah Tovuz və yaxud Naxçıvan sabah çıxanda o yerli futbolçu olacaqmı orada? Bax o problem. Bu sarıdan biraz Qarabağ, yəni Avropada və yerli çempionatda yerli futbolçuya imkan verir. Yəni bu gün rəqabət olacaqsa, bəlkə də sabah Qarabağda tam əksin ola bilər. Ancaq bugünkü mənim dediyim bilirsiniz, zaman göstərəcək bu nə qədər. Ancaq ilk görünüş odur ki, milli komandada hələlik çətinliyimiz olacaq. Başlanğıcda mütləq çətinliyimiz olacaq. Azərbaycan milli komandasının heyətində olan futbolçulardan, xaricdə oynayanların Azərbaycan Premyer Liqasında, Misir Premyer Liqasında olanlardan daha yaxşı performans göstərdiyini düşünürsünüzmü? Aralarında bir üstünlük var. Çünki yəni, legioner limitinin ləğv olunanda, ləğv olunması qərarından sonra ilkin düşüncə bu idi ki, Azərbaycanda oynayan futbolçular legionerlərin cəlb olunmasından sonra üst tutacaqlar xarici klublarımıza. Siz çox asandır bunu demək və çox gözlənti 0 dərəcəsindədir. Bugün bizim futbolumuz o vəziyyətdə deyil ki, bugün Braziliya, İspaniya deyəndə artıq onun futbolçunun hardan gəldiyi böyük bir şey. Azərbaycan deyəndə artıq belə deyək ki, bizim lazımdır ki, bizim legioner futbolçu o qədər uğurlu olsunlar, dallarınca futbolçuna, arxasınca futbolçu apara bilsinlər. Bugün bizə ehtiyac yoxdur bizim futbolçulara, bizim məşqçilərə, xaricdə böyük ehtiyac yoxdur.
O zaman deyil ki, bu günləri getsələr belə aşağı bir çempionatın, aşağı bir liqasında vuruşa biləcəklər. Bəzilərini çıxmaq şərtlə. Yaxşıları isə getməyəcək. Artıq bu Qarabağda belə deyək, Neftçidə, Sabahda, Zirədə yaxşı bir yerli futbolçu varsa o getməyəcək. Yəni ki, maliyyə baxımından burada daha rahatdır və nəinki orada. O sardan o deyil ki, gedən futbolçular dediyim kimi Latviyanın, Litvanın, Estoniyanın və yaxud Moldovanın hansısa bir, yəni böyük bir rəqabət yaradacaq bir futbolçular olmayacaqlar. Mən bu günləri bilirsiniz, çox çətindir. Yəni nəyisə demək üçün əlində faktlar olmalıdır. Bu gün də biz ancaq gözləntilərimiz var. Ona görə düşünürəm ki, dediyim kimi ilk əvvəl milli üçün böyük bir problemlər yaşayacaq. Sonra nə olacaq? Zaman göstərəcək. Azərbaycan milli komandasının xaricdə oynayan futbolçuları barədə yüngülcə toxunduq o məsələyə ki, bir məsələ də var ki, bu barədə danışmaq istəyərdim. Coşqun Diniyev bir uzun illərdir ki, xaricdə oynayır və siz Türkiyədə oynayır, Türkiyə liqasında çıxış eləyir. Coşqun Diniyevin ölkə xaricində oynamasına ilk olaraq mütəxəssis kimi və daha sonra ata kimi necə dəyərləndirərdiniz? Coşqun 3-cü ildə artıq gedir. Düşünürəm daha bir müqaviləsi var. Öz oğlum üçün yox, sadəcə bir qıraqdan baxan futbol mütəxəssisi kimi deyirəm ki, yaxşı bir komandalarda oynayır. Yəni hər oynadığı həm Umraniyyaspor, həm Bandırma, həm Çorumda iddialı bir komandalardır və bu gün Türkiyədə bayaq milliyə toxunduq. Bu günləri Türkiyədə baxın, Super Ligdə limiti götürdülər. Artıq Türkiyənin ən yaxşı yerli futbolçuları əsas heyətə düşməyən Fenerbahçe'də, Galatasaray orada qalmadılar. Artıq 1-ci liqaya düşdülər və 1-ci liqada bu günləri elə bir futbol gedir ki, siz inanmazsınız. Və demək istəyirəm ki, rəqabətli bir komandalar orada qarşılayır. Yüksək səviyyəli, belə deyək ki, səviyyə baxımından yaxşı bir futbolçularla dolu bir çempionat gedir. Çətindir orada oynamaq. Nəinki Super Liqada asandır, nəinki orada oynamaq çox çətindir. Və bu gün nəyə baxın, Türkiyə millisi də bu gün yaxşıdır. Baxın, bugünkü durumu da yaxşıdır. Və biz desək ki, Super Ligdə götürdülər, ona görə komanda oynayır. Biz də ona baxaq, ancaq gəlin ikinci bir tərəfə baxaq, görək ki, Türkiyənin xaricdə neçə futbolçusu oynayır. Çoxu 90% qıraqdan gələn futbolçu. Hasan belə deyək ki, qıraqdan Almaniyada, Fransa, İspaniya, İtaliya çempionatında oynayan futbolçular çoxluğu var. Bu gün o bizdə yoxdur axı. İndi Coşqun da dediyim kimi yaxşı bir çempionatda oynayır. Həqiqətən orada bu qədər dözübsə, yəni bir sezondan sonra geri dönməyibsə və düşünürəm ki, düzgün yoldadır və inkişafı üçün böyük bir yollar var onun üçün və ona uğurlar arzulayıram. Düşünürəm ki, başaracaq və bacarır indiyə qədər. Bundan sonra da bacarıqlı olacaq. Və Coşqun Diniyev sayılı futbolçularımızdandır ki, bura Mahir Emreli də aiddir və Zami Gəliyevi də bura daxil edə bilərik son illərdə. Dadaşovu da, Rahim Məmmədovu da. Bəli, gedir və Azərbaycana qayıtmır. Əvvəlki illərdə biz bu problemi görürdük ki, futbolçular xaricə üst tutandan sonra bir müddətdən sonra ili tamamlamadan artıq Azərbaycana, ölkəyə qayıtmaq istəyirdilər. İki tərəflidir burada, həm xarakter, həm yaxşı bir, möhkəm bir xarakter. Çətindir, əlbəttə, evdəki kimi orada yaşamırsan, yanındakı dostların və futbola baxışın tam başqa olmalıdır, tam professional olmalısan. Ancaq gələcəyini düşünürsənsə, mütləq nəyəsə göz yummalısan, bütün çətinliklərə tab gətirməlisən. Sadəcə sənə, belə deyək ki, hazır qabda gətirib qabağına hansısa bir yeməyi qoymurlar. Özün o yeməyi hazırlamalısın, özün o yeməyi, belə deyək ki, yeməlisin. O sarıdan bugün burada asandır, həm dil problemi, həm mentalitet problemi var. Xarakter baxımından güclü futbolçular qalırlar və bu sarıda bəlkə deyərdim ki, xarakter də çox böyük bir rol oynayır. Salam, Radio 93 FM-dəyə Offside-i dinləyirsiniz. Musiqi və reklam fasiləmiz olacaq. Daha sonra buradayıq. Offside-da dalğan dəyişməyin. 12 klublu Misli Premyer Liqası bizə gələn il nə vəd edəcək? Bayaq ümumi futbolun inkişafından danışanda biz bəzi məqamlara toxunduq. İndi bunun da klubların da sayının artması ilk addımlardan biridir. İdman prinsipi bayaq dedik. O idman prinsipində olması keçid, yəni liqalardan keçid də bu idman prinsipini addım-addım bu addımlar atılır. Baxın, gərək bugün gələn komandaların üçü də region komandasıdır. Bugün birisi regionda futbol azarkeşlər üçün oynanılır və bu sarıdan da regionlarda azarkeşlərin nə qədər çox olmasını artıq sizə həm Lənkəran, həm belə deyək Qəbələ, həm Gəncədə olan futbol azarkeşlərinin canlı şahidik. O sarıdan futbolun kütləviliyi üçün, inkişafı üçün bu da bir gözəl bir addımdır. Yenə deyirəm, hər şey gedir bağlanır maliyyə. Bu komandalar nə qədər maliyyə baxımından stabil olacaqlar, çox vacib olacaq. Artıq belə deyək, o
keçən çempionatdakı bir komandanın 4 dəfə oynamaq prinsipi də artıq yığışılacaq. Bu da bir müsbət amildir. Artıq belə də 3 dəfə görüşəcəklər. Biri axırıncı püş harda oynamaqsı səfərdə və evdə püş vasitəsilə bu bilinəcək və bunun bir balaca azalması, yəni belə deyək ki, komandaların müxtəlif tipli həm məşqçilər baxımından, həm sistem baxımından komandalara qarşı oynamaq daha yaxşıdır. Nəinki eyni komandaya 4 dəfə hazırlaşmaq və düşünürəm həm Qəbələnin, həm Yevlağın, həm də İmişlinin gəlməsi böyük bir həmin rayonlar üçün böyük bir bayramdır və orada futbol bayramı yaşayacaq. Bayaq dedim ki, yanındakı bir maliyyə durumu da stabilləşərsə, yaxşı bir olarsa, yaxşı bir çempionat olacaq və düşünürəm ki, komandaların artması futbolumuzun ümumi bir xeyridir. Həlledici oyun Azərbaycan Kuboku finalında baş verəcək Sabah və Qarabağ komandaları arasında. Bu qarşılaşmaya təxminləriniz necədir? Bilirsiniz, kubok oyununda çox çətindir proqnoz vermək. Bugün komandaların gücləri, bugün deyək kağız üzərində yazsaq Qarabağ bir neçə addım irəlidədir Sabahdan. Həm bayaq dedim ki, oyun baxımından Sabah da stabil deyil. Bayaq biz Arazla Tovuzda bunu toxunduq. Stabil oyun göstərir. Bir oyun yaxşı oyun, iki oyun pis oynaya bilər və ya iki oyun yaxşı, bir oyun stabillik yoxdur. Sabahda da bu stabillik yoxdur. Məşqçi dəyişikliklərlə əlaqədar futbolçu baxımından, səviyyə baxımından Qarabağ bir addım irəlidədir. Ancaq bu kubokda proqnoz niyə vermək olmaz? Kubok bir oyundan ibarətdir. Burada başqa bir nüanslar var ki, irəli çıxa bilərlər. Bəxtsizliyi və bir komandanın gol epizodlarından istifadə edə bilməməsi və belə deyək ki, tez bir gol, erkən bir gol vurmaq, geriyə çəkilib müdafiə olunmaq. Əgər uzun bir çempionatda, gedən bir çempionatda bunu yerinə düzəltmək olursa, yəni yerinə qaytarmaq olursa, bir oyunda səhv edirsənsə, o birisi oyunlarda o səhvləri geri qaytara bilirsənsə, kubokda bu şansın yoxdur. Artıq bir şansın var və bu şansdan da deyim ki, həmin gün kimin daha bəxtli olması ustalıqdan da vacib bunlar olacaq və motivasiya olmaq çox vacib olacaq. Bir oyuna asandır motivasiya olun, nəinki 36 oyun, neyini motivasiyanı gedə bilməzsən. Yəni burada Sabah da belə deyək ki, o qədər bir zəif deyil. Aralarında böyük bir fərq yoxdur ki, Qarabağla deyək ki, Sabahın heç bir şansı yoxdur. Və Sabah da bilir ki, bu Şekspirin Olum və Ölüm əsəri kimi bir şeydir, deyimi kimi bir şeydir. O aradan Sabah da axırıncı addımı qalıb Avropaya gedən yol buradan başlayır. Motivasiya böyük olacaq, amma Qarabağın təcrübəsi var. Burada motivasiya və belə deyim, keyfiyyət baxımından iki futbol gedəcək. Və hansısa birinin qalib gəlməsi təsadüf olmayacaq. Yəni bizim üçün təəccüblü olmayacaq. Yəni bayaq saydıqlarım amillərə görə kubok oyunu tam başqadır çempionatda. Əgər desək ki, Sabah Qarabağ çempionatda hansı yeri tutacaqlar, mütləq deyərdik Qarabağ 1, Sabah 2-dir. Yəni iki komanda olsaydı. Ancaq kubokda bunu deyə bilmərik. Bir oyun nəticəsinə görə bayaq saydığım amillərdən asılı olaraq hər birinin şansı var. Və Şahin müəllim, yeri gəlmişkən bugün də final qarşılaşması keçiriləcək. Söhbət Avropa Liqasından gedir ki, final həlledici maçda Tottenham və Manchester United komandaları üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq bu qarşılaşma. Avropa Liqası finalına təxminləriniz necədir bugünkü qarşılaşmaya? Çox maraqlı bir finaldır. Nə bərdə həm İngiltərədən ikisində olması və Arsenalın da 4-1-də yarım finalda çıxması Çempionlar Liqasının İngiltərə çempionatının gücünü, qüdrətini göstərir. Ancaq bu günləri turnir cədvəlinə baxsaq, nə Manchester, nə də Tottenham uğurlu bir çempionat keçirmirlər. Bəli, 16 və 17-ci yerlərdə qərarlaşıblar. Bu günləri onların çempionatda və kubokda, İngiltərə kubokunda göstərdikləri oyun qeyri-kafidir. Yəni ki, bu günləri uğur görünmür. Yəni bunların da titul qazanmaq üçün yeganə yolu budur. Bilirsiniz ki, burada əgər çempion olarsa, artıq avtomatik olaraq gələnləri Çempionlar Liqasında oynaya bilərlər. Bu Çempionlar Liqasında oynamaq böyük prioritetdir hər bir komanda üçün. Ona görə ikisinin də stabil olmaması çox maraqlı bir faktdır ki, bu günlərim kubokda, Avropa Liqasının kubokunda göstərdikləri oyunlar çempionatda oynamırlar. Tam başqa bir Manchester, tam başqa bir Tottenham'dir. Hər ikisinin qüvvəsi bayaq dediyim kimi bərabərdir. Yəni belə baxsaq qüvvələrin belə deyək ki, ayırd edəsə hər ikisinin şansları bərabərdir. Mən düşünürəm ki, 50-50 olacaq. Bayaq Azərbaycan kubokundan danışdıqsa, bu da bir oyunluq kubokun final oyunudur. Burada da motivasiyanın böyük rolu olacaq. Düşünürəm ki, gərgin bir oyunun şahidi olacaq. Belə deyək ki, bəlkə də 51-in 49-a belə faizlə götürsək, faizləri sevmirəm, ancaq Manchester 1-2% Tottenham'dan nə baxımından Tottenham total bir futbol oyunu, kollektiv bir futbol. Ancaq belə də Manchester'da liderlər var. O liderlər oyunun taleyini həll edə bilərlər. Bu qarşılaşmanın qalibi sizin də qeyd etdiyiniz kimi növbəti mövsüm Çempionlar Liqasında iştirak edəcək və komandaların elə turnir cədvəlindəki vəziyyətinə də nəzər saldıq, 16-17-ci yerlərdə qərarlaşıb. Sizcə bu ədalətlidirmi ki,
Qarabağ kimi ölkə çempionu olan komanda müxtəlif liqa mərhələsinə qədər play-off qarşılaşmaları, təsnimat mərhələlərindən keçməlidir. Lakin Avropa liqasını qazanan və turnir xüsusilə də öz liqasında aşağı yerlərdə yerləşən komanda birbaşa Çempionlar Liqasına vəsqə qazandı. Biz hardan başladı? Biz İngiltərənin çempionatının nə qədər qüdrətli, nə də güclü olduğunu göstərdi. Bu iki komanda, Arsenal da Manchesterdə ora qatsaq, yəni orada çox komandalar var. Bugün rəqabət o qədər böyükdür. Oyun sistemində o qədər baxın görün Manchester kimi komanda 16-cı, 17-ci yer, Tottenham kimi komanda, hansı Tottenham Qarabağı belə deyə asanlıqla keçmişdi. Bugün 16-cı, 17 öz çempion. Yəni çempionatın səviyyəsi baxımından İngiltərə çempionatı bu günləri nəinki özü üçün, dünya üçün artıq. Bugün bir neçə komandalar finala, yarım finala gəlib çıxırlar. Deməli, orada olan rəqabət, orada olan səviyyə baxımından futbolçuların və komandanın səviyyələri çox yuxarıdır. Baxın, indi görün, oradan hərdən görürsünüz ki, baxın, nə qədər maraqlı bir faktlar. Təkcə İngiltərənin Premier Liqasının yox. Aşağı bir liqada bax, 4-cü liqadan komanda var, kubokdan Premier Liqada olan komandanı çıxardı. Yəni futbolun inkişafı o qədər böyükdür ki, orada bu günləri, yəni səviyyə baxımından, koeffisiyent baxımından İngiltərə daha irəlidədir. Nəinki bizdən, həm bugün İspaniyadan, həm İtaliyadan, həm Fransadan, ilk beşlikdə olan ölkələrdən bəlkə də ən birinciləri İngiltərədir. Bu günləri həqiqətən futbolla yaşayan bir ölkədir, futbolun yarandığı bir ölkədir və futbolla yaşayan bir ölkədir və bugün İngiltərə futbolu inkişafdadır. Həm milli baxımından, həm klub baxımından. Düşünürəm ki, bugün yerlərə yox, çox təəccüblüdür. Baxın, görün, siz doğrudan da doğru qeyd elədiniz ki, 16-cı, 17-ci komanda Avropa Liqasında Azərbaycanı qoyun qırağa, bəs İtaliyanın, bəs İspaniyanın, bəs Fransanın, Almaniyanın, bəs klubları hardadır, baxın, görün, nə qədər irəliləyiş var onunla, nə qədər səviyyə baxımından İngiltərə çempionatı daha, indi çempionatların bir də koeffisiyentləri var, səviyyələri var. Bugün onu əgər nə ilə hesablasalar, İngiltərə daha irəlidədir. Təşəkkürlər Şahin müəllim. Bugün gəldiyiniz üçün və maraqlı söhbətiniz üçün və qeyd eləmişdiniz, fasilələrdə də boğazınız ağrımışdı, lakin gəldiniz bugün bir saat ərzində çox maraqlı bir söhbət elədiniz. Çox sağ olun. Mən sizə sağ ol deyirəm, azarkeşlər və dinləyicilərdən də, tamaşaçılardan üzr istəyirəm, hardasa bir xətamız oldusa, xəstəliklə bağlı hansısa bir yerdə nəsə xətamız olsa bizi üzrlə hesab edin. Düşünürəm ki, hər kimi səmimi olduq, sizin verilişə uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür edirəm bizi dəvət etdiyiniz üçün. Çox sağ olun. Bir saat ərzində Offside-i dinlədiniz. Sizinlə sabaha qədər sağollaşıram. Sabah saat 3-də Offside-ə düşməyi unutmayın. Hələlik.